Balam zəhmətkeş idi. Balam hörmətli idi. Balam 20 idi. İşləyirdi başına. And içirdilər. Balam özünə hörmət qazanmışdı. Yenə də heç nədən xəbərsiz xidmət başındaydılar. Amma bu dəfəki yanğından zərər çəkən özləri oldu. Ələt-Astara magistralının Salyandan keçən hissəsində yanan maşını söndürən yanğın söndürənləri yük avtomobili vurub. Onlardan biri dünyasını dəyişib, digəri xəsarət alıb. Hadisə zamanı dünyasını dəyişən 42 yaşlı Hakim Piriyevlə vida mərasimi keçirilib. O Neftçalanın Şorbaçı kənd qəbirstanlığında dəfn edilib. Mərasimdə rayon İctimaiyyəti Fövqəladə Hallar Nazirliyinin rəsmiləri, kənd sakinləri və mərhumun yaxınları iştirak ediblər. Balam zəhmətkeş idi. Balam hörmətli idi. Balam 20 idi. İşləyirdi başına. And içirdilər. Balam özünə hörmət qazanmışdı. İstir öydə, istir çöldə. Balam getdi əlimdən. Gecə olub işə gediblər. Həmin momentdə orada yığış elib qutarıblarmış maşın keçəndə. Yol maşını. Yaxınlıqdan olub, tələf olub. Elə bir şey. Siz evdəydiniz də xəbər? Biz gözlüydü işdən gələcəkdi. Həmişə gəlirdi, gözlüydük. Gəlib çatmıyor, çıxmıyor. Salyanın Xocalı kənd sakini 37 yaşlı Elşən Tağıyev isə müxtəlif dərəcəli xəsarətlər alıb və rayon mərkəzi xəstəxanasına yerləşdirilib. O hadisənin baş vermə anını belə xatırlayır. Uzun müddətdir hakimlə bir yerdə xidmət göstərirdik. Səhər saatlarında yanğın hadisəsi ilə bağlı məlumat daxil oldu. Yanğın hadisəsinə çıxdıq və hava dumanlı olduğu üçün hadisə baş verdi. Nətər oldu da, yəni nə yadınızda qaldı? Necə xatırlayırsınız hadisəni? Yadda qalacağın ani oldu da, yəni. Nə baş vermişdi? Yolda nə baş vermişdi? Yoldayız, maşın, avtomobil yanğını idi. Yanğını söndürürdük. O da bərk gəldi, vurdu bizi. Və yola işarə, işıq siqnalı falan. Yol polisi oradaydı. Faktla bağlı araşdırma aparılır. Elşən Feyzullayev, Şəhla Poladova, Xəzər xəbər.